İsrail Müdafiə Ordusu bugün İran ərazisindən İsrailə doğru atılan raketlər aşkarladığını açıqlayıb. Bu barədə İsrail ordusunun mətbuat xidməti rəsmi məlumat yayıb. Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri raketlərin bir qismini havada məhv edib və hücuma cavab olaraq zərbələr endirir. İranın həyata keçirdiyi bu raket hücumu nəticəsində azı 5 nəfərin yaralandığı bildirilir. Yerli mənbələrə görə raketlərin bir hissəsi avtobus dayanacağına düşüb və nəticədə bir neçə nəqliyyat vasitəsi yanaraq yararsız hala düşüb. זירת האירוע, נפילת טיל, כרגע עולה פה אוטובוס באש, צוותי הכיבוי כאן פועלים לכיבוי הבעירה. מדובר פה בחניון של אוטובוסים,